dənə yaxşı müğənni xanımlar da olsa Azərbaycanda, biri Şəbnəm Tovuz. Bəli, Şəbnəm Tovuzun neçə illərdir sənətdə əziyyəti var, öyrənib, dərs alıb. Sizin həqiqətən gözəl səsiniz. Xanımda ses de var, qabiliyyət də var, qanacaq da var. Her gün oturup duran bir insanlar değil. Şəbnəm çox qabiliyyətli qızdır, ən əsasıdır, yerin bilən qızdır. İndi hal-hazırda bizim camiyyədə Şəbnəm Brent həm ədəbli, həm yerin bilən, sənəti də var da kişinin qızım. Mən onu çox istəyirəm. Elə təzə mahnılar oxuyur, hamısı da trend olur. Şəbnəmi har atsan, döyüş bölgəsinə, başım çıxaracaq, istəyir muğam, istəyir türk, istəyir klasika, istəyir oynamalı, bilir hamısı. Amma bundan toya çıxanda deylə toya toxu, elə bir köydən oxuyur ki, mən özüm satacaq. Adam toyda elə canlı ifa edir ki, bir çox bugünkü gün estradada olan müğənnilərə ona baxıb həsəd apara bilərlər ki, bu toyda belə canlı ifa edir. Hansı 5 səhnəyə çıxmasa undular? Vəfa Şərifova yoxsa Şəbnəm Tovuzlu? Mən də Vəfa Şərifova. Şəbnəm xanım çoxdan tanınır. İllərlə söhbətləri də, yəni bunlar çox qeydikdir. İllə belə. Şəbnəm mükəmməl ifaçıdır. Şəbnəm xanım mənim üçün brenddir.